Doktor, mədə kiçiltmə əməliyyatı xərçəng xəstəliyini tetikləyə bilərmi? Mədə kiçiltmə əməliyyatı göstərişə görə icra olunduğu zaman bunlar çox yüksək çəkili şəxslərdir. Bu özlüyündə xərçəng riskinin artması deməkdir. Biz dəfələrlə qeyd eləmişik ki, yüksək çəki, yoğun bağırsaq, mədə-altı vəz digər xərçənglər üçün risk amili rolunu oynayır. Ona görə də doğru icra olunmuş mədə kiçiltmə əməliyyatı birbaşa xərçəng riskini artırmır. Lakin bu xəstələr əməliyyatdan sonra nəzarətsiz qaldıqları zaman onlarda davamlı dəmir defisiti, B12 vitamin çatmazlığı, fol turşusu çatmazlığı halları, orqanizmdə təkrarlayan reflü halları bəzən xroniki iltihaba gətirir və bu da uzun dönəmdə mədə xərçəngi ilə nəticələnə bilər. Amma bu birbaşa mədə xərçəngi yaradıcısı kimi və ya etioloji amil içərisində mədə kiçiltmə əməliyyatını qoymağa icazə vermir. Mədə kiçiltmə əməliyyatı mədə xərçəngi və digər xərçəng riskini artırmır. Hal-hazırda bunu təsdiq edən heç bir ədəbiyyat məlumatı yoxdur. Lakin yüksək çəkili şəxslərdə zaten xərçəng riski var deyə onlar da mütəmadi müayinələrdə olmalıdır.